Bağışlayan ve mehriban Allah'ın adıyla. Her vaxtınız xeyir olsun, değerli izleyicilerimiz. Her hafta İrsimiz adlı verilişle evlerinizin qonağı olur. Ve her hafta bir bahanemiz olur. Ama bugünkü bahanemiz yine de Peygamber bağının meyvesi. İmam Musa Kazım Aleyhisselamın evinin zinəti, qəlbinin parası. Mən belə deyərdim, aşiqlərin sərvəri, belə deyərlər el dilində, kasıbların Məkkəsi olan değerli imamımız İmam Rıza Aleyhisselamın mövlud günüdür. Bu gözəl gün münasibətilə mən əvvəl zamanın sahibini və sonra da ağanı sevənləri, imamın məktəbini yaşayıb yaşadanları səmim qəlbdən, ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun. Değerli izləyicilərimiz, hər həftə, hər verilişimizdə studiyamızda çox dəyərli qonaqlarımız olur. Bugün də hamımızın sevimlisi, değerli ilahiyyatçımız, değerli kardeşimiz, değerli seyyidimiz Hacı Seyyid Şəhadət studiyamızın qonağıdır. Hacı, xoş gəlmişsiniz. Xoş gördük, təşəkkür edirik. Bizə vaxt ayırdığınız üçün Hacıcan təşəkkür edirəm. Allah can sağlığı versin. Seyyid, bugün İmam Rauf Aleyhisselamın viladət günüdür. Elə ilk sualım qoyub belə olsun ki, elə ağamızın həyatından, ağamızın o fəzilətlərindən bir neçə kəlmə inşallah. Ya Allah. Bismillahirrahmanirrahim. Allah İmam Rıza Aleyhisselamın vilayətində sabit qədəm olmağı bizə nəsib eləsin inşallah. Mən də bütün əzizlərimizi, tamaşaçılarımızı salamlayıram. Siz əzizləri salamlayıram. İmam Zaman ağa başda olmaqla hər birinizə mübarək olsun inşallah. İmam Rıza Aleyhisselam Əhl-i Beyt Əleyhimussalamın o 14 nurdan biridir. Bizim imamların içində 8-ci imamımız Hicrətin 148-ci ilində dünyaya göz açdı. İmam Rıza Aleyhisselam barəsində ümumiyyətlə bütün imamların Allah tərəfindən xüsusi özünə məxsus fəzilətləri var. İmam insanların içində Allah tərəfindən seçilən şəxslərdir. Onların ümumiyyətlə Allah Müteal onları hidayət üçün göndərib. Onlar hidayət çırağıdırlar. Ona görə adi insanlardan fərqlənirlər. Bütün xüsusiyyətlərin üstünlüyü onlardadır. Onlar nümunədirlər, yol göstərəndirlər. Deyərlər hadidirlər. Yəni hidayət eləyəndirlər. Allaha tərəf aparandılar. Onların ən üstün xüsusiyyətlərindən biri, məsələn, hədislərdə, rivayətlərdə pislənən bir xüsusiyyət irsdir, üzr istəyirəm, hərisli idi, amma İmam Əleyhisselam barəsində deyirlər, insanların həyatı üçün onlar hərisdilər, insanların hidayəti üçün hərisdilər. Məsələn, Peyğəmbər Əkrəm üçün Quranda buyurur, Peyğəmbər sizin içinizdən seçdim. O Peyğəmbər çox hərisdir sizin hidayətiniz üçün. Yəni, çox istəyirlər siz hidayət olunasınız, siz Allaha yetişəsiniz. Bu Məsum Əleyhisselam, bəli, həyatında ən mühüm xüsusiyyətlərindəndir. Çoxdur fəzilətləri, saatlarla danışmaq olar. Məsum Əleyhisselamın səhabələrlə görüşləri var, onların bəzi şəxslərlə görüşləri var. O görüşlərdən Həzrət məsələn 2 dənə mühüm tövsiyəni eləyir. Bu tövsiyələr elə bilirəm bizim həyatımızda çox mühümdür. Çox vaxt insanların demək olar ki 90%-i bu məsələlərdə, bu nöqtələrdə biraz həhlənkardılar. 90% bu cürdür. Məsum Əleyhisselam, xüsusən İmam Rıza Aleyhisselam onun üstündə dayanır. Məsələn, imamın yanına gəliblər, İmam bir çoxlarına köməklik eləyir onların çətinliklərindən. Məsələn, o imam bəzi yerlərdə elmi imaməti ilə, o qeyb elmindən göstərir onu. Məsələn, bir nəfər deyirlər, gəldi yanına, ehtiyacı var idi. İmamdan istəyirdi ki, imam bir nəfər borcludur bir nəfərə, onu verməlidir, verə bilmir. İmama gəlib deyir ki,
İstəyir desin ki, sən onlara denən, onlar biraz möhlət versinlər mənə. Deyir, gəldi imamın yanına, Həzrət başqa-başqa şeylərdən danışdı. Başqa-başqa şeylərdən danışdı, bir mövzular açdı, onlar haqqında danışdı. Deyir, gördüm ki, artıq yer qalmadı mən imamdan nəyisə xahiş eləyim. Heç öz istəyimi də istəmədim. İmam deyir, biz ayrılmaq istəyəndə dedi, o döşəyin altında bir paket var, götür onu. Orada bir məbləğ var, götür onu. Deyir, götürdüm bunu, imam dedi ki, o sənindir, götür. Bir götürdüm, çıxdım. Mənim də 28 dinar borcum var. Gördüm 48 dinardır. İmam bir kağıza da yazıb ki, 28 dinar sənin borcundur. O 20 dənə dinara da öz həyatında istifadə eləyərsən. Sənə lazım olan yerlərdə istifadə eləyərsən. Allahu Ekber. Baxın, Məsum əleyhissalam bunun kimi nə qədər Həzrətin həyatından biz o kəramətlərindən danışa bilərik, onların haqqında danışa bilərik, fəzilətlərindən danışa bilərik. Məsum əleyhissalam bizdən bir gözləntiləri olub, bir tövsiyələri olub. Onlar istəyiblər, biz onlara daha çox diqqət eləyək. Əhl-i Beyt əleyhissalamın davranışına diqqət eləyək. O məsələlər daha mühümdür bizim həyatımızda. Məsələn, mən saatlarla durum, Həzrət Əlidən danışım, İmam Hüseyndən danışım. Fəzilətləri bəllidir. Çünki hədislərdə var, hər cəhətdən, məsələn, Həzrəti Peyğəmbərdən rivayət var, buyurur ki, məsələn, şücaətdə də desən, elmdə də desən, ələmun nas imamdır, əşcəun nas imamdır, insanların ən elmlisi də odur, ən şücaətlisi də odur. Hansı tərəfdən baxsan, ən üstünü nədir? Məsum əleyhissalamdır. Qeyd eləyəcəyim hacı 2 dənə nöqtə İmam Rıza əleyhissalam. Birində ilk öncə onu deyim ki, bir hədis var. Həzrət buyurur: "Rahimallah men əhya əmrana." Allah rəhmət eləsin o şəxslərə ki, onlar bizim adımızı diri saxlayırlar. Bir dua edir bizim üçün. Məsələn, bugün biz yığışırıq, əgər burada oturub 5 dəqiqə, 10 dəqiqə imamın həyatından danışırıqsa, onların bizə tövsiyələrindən danışırıqsa, onların adına bir məclis qururuqsa, insanlara çatdırırıqsa bu insanlar kimdir, həmən dua bizim haqqımızda nədir? İmamın elədiyi dua bizə də aiddir. Həzrət buyurur ki, bizim adımızı diri saxlasınlar. Soruşurlar, Yəbnə Rəsulillah, diri saxlamaq necə? Buyurur ki, bizim sözlərimizi insanlara çatdırmaq. Bizim tövsiyələrimizi insanlara çatdırmaq. Özünüzdən bir söz deməyin. Başqa yerdə hədisdə buyurur ki, bizim sözümüzü olduğu kimi çatdırın, insanlar hidayət olunacaqlar. Bərbəzək vurub və azaltmaq, çoxaltmaq heç nə eləmək lazım deyil. Onların sözlərinin olduğu kimi biz insanlara çatdıra bilsək, bu insanların məsələdən uzaq düşməyidir. Məsələn, biz Qurandan, Əhl-i Beytdən, Əhl-i Beytin kəlamından, Quran ayələrindən o qədər uzaq düşürük. Ümumən Əhl-i Beyt ailəsi, hacı, mən üzr istəyirəm, nə danışıbsa öz sözünü danışmayıb. Bəli, Allahın sözüdür. Yəni, Allahın sözü düzgün çatdır. Ümumiyyətlə, Allahın yer üzündə nümayəndələri belə deyək də. Allah cisim deyil. Allah yer üzündə biz olan insanlar bu fiziki aləmdə yaşayırıq. Biz metafizik aləmlə rabitəmiz necə olmalıdır? Bəzən, məsələn, bu ateistlər və materialistlər deyirlər, insan necə rabitəyə girə bilər? Onlar bir şeyi unudurlar. İnsan 2 hissədən ibarətdir. Bir maddi tərəfim var, bir də mənəvi, ruhi tərəfim var bizim. Bax, bizdə ruh var. Yəni bu ruh, bu axı maddi deyil, maddədən ibarət deyil. Bəli, Allah Mütəalında yer üzündə bəndələri olub, mesajları o bəndələrin vasitəsilə Allah Mütəal bizə çatdırıb. Onlar yolu göstərən olublar. Əhl-i Beyt əleyhissalam xüsusi, məsələn, İmam Rıza əleyhissalam xüsusi 2 şeyə işarə edir. Birinci budur ki, İmam Rıza əleyhissalamın həyatında Quranda bu barədə danışır. Buyurur ki, Bismillahirrahmanirrahim, leysə lil insani illa ma sağa. İnsanın
qazancından, çalışmağından, əməlindən başqa bir nəyi yoxdur? Bir əlində azuqəsi yoxdur. Yəni sən nə iş görmüsən, nə əməl eləmisən, ancaq odur sənin. Qalan odur. O əməldir, o işdir, görəcəyin o işdir, o əməldir. Bunu Quran da deyib, İmam da buyurur ki, Quranda kifayət qədərdir də va'alamu, məsələn, Allah Müteala bizə buyurur ki, bilin ki, siz bütün əmənu və amilus salihat, iman gətirdiniz, salih işlər görün, yaxşı işlər görün. Və asri innəl insane ləfi xusr. Bunu deyir, sonra buyurur ki, illellezine amenu və amilus salihat. İman gətirib salih işlər görənlər. Ancaq iman gətirib mən salih iş görməyim, yaxşı iş görməyim, ona aid deyil. Yəni mən dedim la ilahə illallah Muhammed Rasulullah Aliyyən Vəliyullah. Əgər mən şəhadəti gətirdimsə, ondan sonra salih əməl görmək, salih iş görmək mənə nədir? Mənə buyurulub, Allah Müteala buyurur, o salih iş səni aparacaq. İmam Rıza əleyhissalam öz həyatında bizə bunu çatdırır. Məsələn, hədislərdə var ki, Peyğəmbərin nəslindən olanlara, hətta hədisdə bu var ki, onların üzünə baxın, onların üzünə baxmaq da ibadətdir. Hətta belə hədislər varımızdır. O ailənin hörmətini qorumaq filan. Bir nəfər də sual verdi. İmam Rıza'ya dedi ki, bütün Peyğəmbərin nəslindən olanlara şamildir bu, yoxsa o imamzadələr, məsələn, imamın övladları, deyək ki, məsələn, bizdə imamzadə həkimə xanım. Yəni və yaxud Gəncədə olan imamzadə, Bülbülədə olan imamzadə. Yəni məqsəd imamın övladı, nəvəsidir, yoxsa o nəsildən, o kökdən gələnlər hamısına aiddir. Həzrət buyurur ki, hamısı aiddir, hamısı daxildir, amma 2 dənə şərt qoyur. Deyir 2 dənə şərt var. O şərtlər nədir? Birinci buyurur ki, ma ləm yufariq minhacə. Neynəsin? Peyğəmbərin yolundan ayrılmasın. Bir budur, buyurur ki, sonra buyurur ki, və ləm yətələvvəs bil məasi. İkinci də budur ki, günahlara bulaşmasın. 2 şərti deyir. Deyir, 1, Peyğəmbərin yolu ilə, ədəbi ilə, əxlaqı ilə hərəkət eləsin. İkinci də buyurur, günaha bulaşmasın. Əgər bu varsa, bu insan nədir? Həmən imamın buyurduğu, Peyğəmbərin buyurduğu hörməti də vacibdir, onun üzünə baxmaq da ibadətdir. Yox, əgər bunlar olmasa, xeyri yoxdur. Onda sən imamın övladı da belə olsan, bu 2 şərt səndə olmasa faydası yoxdur. Məsələn, İmam Rızanın öz bir qardaşı, Zeyd. Zeyd imamın qardaşıdır. Abbasi xəlifələri çox əziyyət eləyirdilər də. Məsələn, Əhl-i Beyt əleyhissalam, onlar o qədər zalım idilər. Deyirdilər, evlərə girin, evin içində nə var, hamısını yığışdırın. Hətta pərdəsinə kimi nə var, yığışdırın, bir dənə əyinlərindəki paltarı saxlayın. Belə bir vəziyyət, belə bir şərait. İmam Rıza əleyhissalamın həyatından yeri gəlmişəm, onu da qeyd edeyim. Çox Həzrətin o, belə deyək də, o imaməti, onun Allah tərəfindən seçilən bir bəndə olmağı, o ilahi əxlaqından biri də elə buradadır ki, bir nəfər gəlir məmurlardan, girirlər evə, deyir ki, evə girməyin də, evdə ailə uşağı var. Nə lazımdır, hamısını çıxardım, aparır. Hamısını çıxardır, verir, aparır. Bilirik ki, hicrətin 203-cü ili imamı gətirdilər Xorasana. Gətizdirdilər də ora. Məmun gətizdirdi imamı. İmam indi gəlib zahirdə, yəni vəliəhd təyin eləyib də. Bunun da bir siyasi tərəfi var idi. Onu təyin eləmişdi İmam Rızanı, əslində öz günahlarını örtmək üçün idi. Yəni mən nə eləsəm deyim ki, Peyğəmbər balası mənim yanımdadır. Yəni imam var yanımda, mən düz eləm. Yəni hətta bayramlarda getib otursun. Bəli, legallaşdırmaq üçün o götürürdü, belə bir siyasət işlədirdi. Məcbur eləmişdi, imamı gətirmişdi. İmam əleyhissalam o vaxtı həmən o məmur
nəsə bir iş görüb, indi onu mühakimə eləyirlər, o məmuru. Onu gətiriblər saraya, gəlib saraya. İmam baxdı, gördü ki, bunlar bunun üçün hökm çıxardırlar. Həzrət əyildi, deyir, məmunun qulağına nəsə dedi. Bu oradan gördü bunu, dedi ki, şah, xahiş eləyirəm, onun sözünə qulaq asmayın. İmam üçün. İmam üçün dedi. Mən onların evlərinə getmişəm, onlar narahat olublar, ona görə mənim haqqımda o sənə nə deyirsə onun sözünə qulaq asmayın. Fikirləşdi ki, nəsə bir mənfi İmam bir bəlkə şey. nəfsinə görə. Bəli, nəsə danışır. Allah da Quranda buyurur, "Lə antiqu anil hava." Onlar peyğəmbəri vəsf eləyir və peyğəmbər balaları Əhl-i Beyt də burdadır. Onlar özlərindən, həvai nəfsindən danışmazlar. Allah. Deyir, qayıtdı məmun dedi, bədbəxt. Bir soruş gör mənə nə dedi? Bir soruşdun nə dedi? O mənə qayıtdı dedi ki, o bir dəfə mənim sözümə qulaq asıb evin içinə girməyib, çöldə gözləyib. Ona görə xahiş edirəm onu azad et. Allahu Ekber. Onun edam hökmünü vermə. Ona görə İmam Rıza Əleyhissalama deyirlər, İmamur Rəuf. Bizim bütün imamlarımız İmamur Rəufdular. Hamısı mehribandır. İmam Rızanın həyatında insanlar daha çox bunu müşahidə ediblər. Daha çox geniş tarixdə görüblər deyəni. Ona görə İmam Rıza Əleyhissalama İmamur Rəuf deyirlər. Baxın, orada həmən o qardaşı, İmam Rıza Əleyhissalamın qardaşı Zeyd. Zeyd daha İmam Rıza vəliəhddir. İmam Rızanın nüfuzu var. Bir dəstə adam yığmışdı, bunların evlərinə hücum eləmişdi. O adamlar ki, bunların evlərinə gəliblər, şahın məmurları olublar, əziyyət eləyiblər. İndi Mədinədə başlayıb ya Bəsrədədir, yəni tarixdə Bəsrədir, çox tarixi, yəni qeyd olunan budur. Hücum eləyir, deyir imam, bunu da məmurlar sonra tuturlar, filan eləyirlər, gətirirlər. İmam Rıza Əleyhissalam ona deyir ki, sənlə mənim aramda qardaşlıq bağı yoxdur. Deyir, sən mənlə eyni atadan ola bilərsən. Amma Allah Quranda nə deyib? Həzrəti Nuh'a Allah Quranda deyib ki, o sənin övladın deyil. Həzrəti Nuh'un oğlu azdı. Deyir, Allah Quranda dedi ki, o sənin övladın deyil. Nə olsun peyğəmbərin övladı idi. Nə olsun sən də məndən eyni qandansan, amma bizim aramızda qardaşlığı yoxdur. Niyə deyir imam bunu? Deyir, sən onların evinə bugün qüdrət tapmısan, imkan tapmısan, onların evinə hücum eləyirsən. Bugün onlar köməksizdirlər, onların ailəsi, uşağı qorxub, siz bu işi görmüsünüz. İmam buyurur ki, aramızda qardaşlıq bağı yoxdur. Bir bunu qeyd eləyir imam, buyurur ki, fərq eləməz, əsl nəsəb məsələyə müdaxilə eləyə bilməz. Məsələ nədir? Təqvadır. Səhabə gəlmişdi, deyir, qonaq gəlmişdi, Mədinədə idi, hələ imam Mədinədə olanda, imam bunu apardı evinə. Başladı buna həzrət xidmət eləməyə, öz yerini dedi ki, mənim üçün açdığınız yeri onun üçün açın, yemək verdi buna, süfrənin başında yanında oturdu, buna yemək, xüsusi özü xidmət eləyir imam evdə. Bunları eləyəndən sonra qəşəng onun üçün yer hazırladılar, deyir, mən də daha uçuram göydə. Uçuram ki, imam mənə bu cür xidmət, gör mən kiməm, imam mənə bu cür xidmət eləyir, Allahın elçisi belə eləyir, filan. Deyir, imam ondan sonra bir cümlə dedi. Həzrət buyurdu ki, bəzənti, adı bəzənti idi. Dedi, bəzənti, əməllər üzə diqqət eləyin. Yəni, bunlar səni qürrələndirməsin. Yəni bizim sizə xidmət eləməyimiz, biz günahkarı da çox istəyirik. Məsələn, məşhurdur da hadisəsi. Mən istəyirəm bir dənə hacı vaxtda da şey olmasın deyənə, bir dənə bu tərəfinə biri işarə eləmək istəyirəm. Çoxu eşidir. Biri adını xurafat qoyur, biri nə bilim nə qoyur filan, bu hadisə. İmam Rıza Əleyhissalamın
hərəmin ətrafında hasarlar, qapılar tikiləndə Şah Abbasın vaxtında həmin dövrdə bizim alimlərimizdən biri, yəni Şeyx Bəhai üçün deyirlər ki, Şeyx Bəhai qeyd eləmişdi ki, hasarları tikəndə qapıların üstünə mən tapşırıq verəcəm, mən deyəcəm nə cür eləyin, neyləyin, ondan sonra həll eləyərsiniz. Amma belə dəyməyin. Yəni öz başına yazmayın. Eləməyin. Şah Abbasın yuxusuna gəlir imam. Yuxusuna gəlir, deyir ki, tapşırıq ver, tiksinlər oranı, gözləməyin onu. Bu da tapşırıq verir, ustalar tikirlər, gəlir, görür ki, tikilir. Deyir, axı mən söz vermişdim sizə söz demişdim. Deyirlər ki, biz Şah Abbas tapşırıq verib. Şah Abbasın yanına gəlir, soruşur. Deyir, İmam Rıza Əleyhisselamı yuxuda gördüm. İmam buyurdu ki, bizim qapı hər kəsin üzünə açıqdır. O işi ki, görmək istəyir, biz elə eləmirik. Bu nə etmək istəyirdi? Deyir, mən elə bir iş görəcəm, bu qapıdan içində mənfi xüsusiyyəti olan adamlar girə bilməz. Biz də bugün bunun məsələn eşidəndə də filan, bir burada budur ki, məsələ imam buyurur ki, günahkarın da üzünə bizim qapımız açıqdır. Biz hər kəsi qəbul eləyirik. Biz hər kəsə qapımızı açıq qoyuruq, qucaq açırıq, hər kəsə nəzər eləyirik. Amma siz əməlləri üzə diqqət eləyin. Bir məsələ burada budur ki, bəziləri bunun adımlar nə danışırlar, bu xurafat filan. Bugün hal-hazırda məsələn deyək ki, Azərbaycanımızda da bir mən bildiyim 5-6 ildir bunun üstündə inkişaf eləyib insanlar çox məşğul olurlar. Kvant fizikasından o enerji məsələləri indi daha çox yayılıb, seminarlar keçirdirlər, bununla məşğul olanlar var. Ümumiyyətlə aləm enerjidən ibarətdir. Enerji dalğaları var. Məsələn deyirlər, uşaq gözə gəlib uşaq ağlayır. Əslində uşaq gözə gəlmə bir şey, İslam məsələn göz muncuğunu qəbul eləmir, filan eləmir. O göz muncuğu filan onun tamam ayrı bir tərəfi var. O nədir? Ağ rəng, göy rəng, qara rəng olur. Sərt rənglər insanın nəzərini cəlb eləyən rənglərdir. Yəni insan uşağa baxanda fikri yönəlsin o daşa. Əgər bu adamda mənfi enerji çoxdursa, mənfi enerji yönəlir həmən o nöqtəyə. Uşaqda da mənfi enerji kütləsi birində çox olanda onu üstələyir, uşaq başlayır narahat olmağa, uşaq ağlayır, filan eləyir. Burada da enerji kütləsi yaratmaq istəyir ki, mənfi enerji olanda bu enerji kütləsi onu o qədər üstələyir, təzyiq düşür. İnsanın təzyiqi düşür. Təzyiq düşəndən sonra da halsızlaşır, keçə bilmir də, yəni qayıdır dala. Əslində bunun elmi tərəfi var. Mən işarə elədim. Bunu daha çox mütəxəssislər o necə baş verir, orada nə edəcəkdi, nə cür eləyəcəkdi, bunun detalları var. Sözüm burada əsas İmam Rıza Əleyhisselamın burada həmən verdiyi tapşırıqdır. İnsanlar yuxu vasitəsilə olsun, belə olsun, həyatda olsun filan kifayət qədər bunun nümunələri var. İmam dəfələrlə deyib, imam tapşırıq verib, imam özü məsələyə diqqətini bildirib. Günahkarlar üçün də imam nə deyir? Buyurur, biz günahkarlara da, Əhl-i Beyt əleyhissalam günahkarlara da xüsusi nəzər eləyir. Amma deyir, sizin hidayətiniz üçün, sizin nicat tapmağınız üçün sizin əməliniz şərtdir. Təqvavız şərtdir. Bir budur, bu məsələdir. İkinci məsələdə insanlara xidmət. İnsanlara xidmət. Hədisdə var, Həzrət buyurur ki, bir müminin müşkülünü bir nəfər həll eləsə, Allah da onun bütün müşküllərini həll eləyər. Qiyamət günü qeyd eləyir ki, qiyamətdə olan bütün müşküllərin, bütün qəm qüssəsini həll eləyər. Əgər bir müminin neynəsə, müşkülün həll eləsə, kifayət qədər İmam Rıza Əleyhisselam hədisin bu tərəflərinə işarə eləyir, bu barədə danışır İmam, buyurur ki, diqqətli olun. Bu iki şeyə diqqət eləyin, bu iki şeydən müğayət olun, bu iki şey çox mühümdür.
İmam əleyhissalamın həyatında biz baxırıq, görürük ki, bəli, dəfələrlə bizi təqvaya dəvət eləyiblər. Allahın Quranına, məsələn, imamın yanında Mədinədən imamı Xorasana gətirəndə yanında bir nəfər var idi. O nəzarətçi var idi. O deyir ki, imam yolda 3 günə bir Quran tilavət edirdi. Namazı vaxtında durub namazın qılırdı. Zikirlərin, ibadətlərin eləyirdi İmam Rıza əleyhissalam. Deyir, bunların hamısını imam yerinə yetirirdi. Belə yox, məsələn, mən imamın şiəsiyəm, məsələ həll oldu. İmam əleyhissalama deyirlər ki, biz sizin şiələrinizdir. Həzrət buyurur ki, şiələrimiz deyirsiniz, amma bir çox şeylərdə diqqət eləmirsiniz. Deyir, necə? Deyir, şiələrimiz əməllərinə diqqət eləyərlər, vacibata diqqət eləyərlər, vacibatlarını əldən verməzlər. Siz səhlənkarlıq eləyirsiniz. Siz xumsuvuzda, zəkatuvuzda, məsələn, İmam Rıza əleyhissalama gəldi, biri dedi ki, ağa icazə ver də bu xumsu bizə icazə ver. Həzrət buyurdu ki, əl-xumsu ovnun lidinina, ovnuna lidinina. Bu bizim dinimiz üçün bizim köməyimizdir. Sən gəlmirsən deyirsən mənə halal elə bunu, filan şeyi halal elə. Hər şeyi fırladırıq onun üstünə ki, məsələn gətirir, zəkatını çıxardır, deyir bundan məsələn filan şey olar, xumsunu çıxardır, bundan filan yerə vermək olar, elə malından ayır ver də. Hər şeyi bunun üstünə niyə? Bu şeyləri Həzrət buyurur ki, vacibatınızda diqqətli olun. Siz vacibatınızda diqqət eləmirsiniz. Namazınıza diqqət eləyin. Vaxtlarına diqqət eləyin. Məsələn, bugün biz çox müşahidə edirik. Məsələn, dəst namaz üzvündə bir dənə mane olmamalıdır. Deyir ki, dırnaq qoyub, həmən dırnaq qoymur da suyun ora dəyməyin, icazə vermir, imkan vermir. Və yaxud lak çəkib, o keçmir su ondan. Deyir, mənim qəlbim təmiz olsun. Mən namaz qılıram, Allah'a ibadət, qəlbim təmiz olsun. Amma bu bir maniyə deyil mənlə Allah arasında. İmam buyurur ki, belə deyil axı, bu şəri hökmdür. Sən ona riayət eləməlisən. Sənin dediyin murciənin dediyidir. Murciə bir məzhəb, bir dənə cərəyanı olub. Onlar deyirdilər ki, ürəyin təmiz olsun. Başqa Allahın şəriət qaydalarına riayət eləməsən də müşkülü yoxdur. Əsas odur ki, ürəyin təmiz olsun. Murciə idi İmam Rıza əleyhissalamın dövründə və həmən dövrlərdə bunlar olublar. Murciə deyirdi ki, Allahla bizim aramızda belə özünü düşünən insanlar var da, bir Allah özləri üçün qurublar, bir Allah anlayışı qurublar. Necə ki, xəvaric bir dənə din anlayışı qurmuş da Həzrət Əli ilə razılaşmırdı, vuruşurdu. Baxın, İmam buyurur ki, buna diqqət eləyin. Biz ki, imamın ziyarətinə gedəndə nə deyirik? Deyirik ki, əşhədu ənnəkə qəd əqamtəs sələtə və ətəytə zəkatə. Sən neynədin? Namazı bərpa elədin. Sən zəkatı riayət elədin. Bunu biz şəhadət veririk. Buyururlar ki, bizim şiələrimiz bu cür olmalıdır. Allah bəndələri bu cür olmalıdır. Allaha çatmaq üçün ən üstün yolu da buyururlar nədir? Bəndəlik. Siz bəndə olsaz, Allaha bəndə olsaz, Əhl-i Beyt əleyhissalam buyurur ki, qiyamət günü bizim ən sevimlisiniz. İmam Hüseynin sözüdə buyurur, hər kim istəyirsə bizim muhibbimiz olsun, onda Allaha itaat eləsin. Allaha itaatdə diqqətli olsun. Mən bir dənə hadisəni qısa qeyd edeyim. Həzrətin kəramətlərindən və insanların içində bəzi insanlar olar, imam ona da işarə eləyir. Allah dostları, hədis buyurur, Allah dostu insanların içində gizlənib. Diqqətli olun. Bir hədisdə də buyurur ki, Allahın qəzəbi də bəzi günahların içindədir. Yəni siz elə günah var, siz onu balaca sayarsınız, amma Allahın qəzəbi oradadır.
Elə günah var, siz diqqət eləməzsiniz, Allahın qəzəbi orada olar. Oradan tutar Allahın qəzəbi sizi. Ona görə deyir, Allahın qəzəbi günahların içində gizlənib, Allahın dostu da insanların içində gizlənib. Yəni elə adla, sanla, filanla deyil Allah bəndəsi. Elə bir bəndə olar, siz onu tanımazsınız. Siz onu Allah bəndəsi kimi belə tanımazsınız. Bir nəfər olub tarixdə, ona binamaz İsmail deyiblər cəmaat. Cəmaat bununla məscidə gedib yerən görmürmüş. Cəmaat buna deyirmiş ki, binamaz İsmail. Bir alimlərin həyatında var, üzr istəyirəm, bir nəfərdir, tacirdir. Bu niyyət eləyir ki, getsin İmam Rıza əleyhissalamın hərəminə, ziyarətgaha getsin və orada bir ay qalsın, imamın qonşuluğunda qalsın, orada imamı ziyarət eləsin, bir məbləğ pul ayırır özü üçün, gedir. Gedir, bunun pulunu ya deyirlər kimsə oğrayır yolda, ya itirir, necə olursa, gəlir İmam Rıza əleyhissalamın hərəminə, deyir ki, ağa mən sənin qonağıyam da, mən gəlmişəm, amma mənim başıma bu gəlib də. Nəsə ki, gedir, ikinci gün gəlir, bir dərdi də çoxalır. Da yeməyə bir şey yoxdur. Evet. Yeməyə bir şey yoxdur. Deyir ki, ağa, mənim bir dənə də müşkülüm ortaya çıxdı da, yeməyə də bir şeyim yoxdur. Mən də elə bir adama mən heç kimə əl açmaram. Mən dilənçi deyiləm, mən tacirəm. Mən pulumu itirmişəm. İmam yuxusuna gəlir, deyir ki, filan qapıda get, sübh namazından sonra dayan, oradan bir nəfər gəlib girəcək, sənə salam verəcək, o adamla görüş. Bu da gəlir, ondan məsələni ondan istə. İstəyi ondan istə. Bu da gəlir, dayanır. Sübh namazından sonra o qapıda dayanır, görür ki, bir kişi gəlir, yaxınlaşır, bu görür həmən İsmail. Binamaz. Binamaz İsmail. Yəni biz binamaz dediyimiz həmən İsmail. Bunu görür, salamlaşır filan, da buna heç nə demir. Deyir, mən bir namazdan, Ne istəyir? deyir, yuxudu da görmüşəm də, mən bir namaz adamdan mən nə istəyim filan. Üstündən bir gün keçir, təzədən yuxusuna gəlir həzrət. Ona deyir ki, axı sənə demədik. Get qapıda dayan, gəlib sənə salam verəndən istə. Gəlir, dayanır orada, yenə də görür ki, gəlir İsmail. İsmaili görür, salam verir. Görür həmən şəxs salam verir. Bu da cavabı deyir ki, mənim bəz müşkülüm var, gəlmişəm, pulumu itirmişəm filan, ehtiyacım var filan. Bu İsmail çıxardır, buna pul verir. Deyir, götür bu pulu. İnşallah ziyarətin qutardı bir ayın tamamında filan vaxtı gedəcəksən, bəli. Həmən vaxtda gələrsən, burada bu vaxtı məni gözləyərsən. Bu İsmail deyir buna. Çıxır gedir, həmən vaxt olur, gəlir, çatır bura, gözləyir burada, görür İsmail gəldi, bunun indi çantası nə olur, paltarı götürür buna, deyir gəl dalınca. Götürür, deyir gəldi məhəllələrin içi ilə filanla bir yerə gəldi, çatır, deyir dedim diyan nə ay kişi, diyan bir dənə. Dedi nədir? Deyir dedi ki, sən mənə verdiyin pul məbləğ həmən məbləğidir. İmam Rıza mənim yuxuma gəldi, birinci dəfə məni gördü. Mən də sənin namaz qılan kimi tanımıram. Mən birinci dəfə ona görə səndən istəmədim. İkinci dəfə hələ yolda bir kəramət də görür İsmail'dan. Deyir, ikinci dəfədə imam yuxuma gəldi, dedi get. İkinci dəfə də gəldim, sən gəldin. Və mənə verdin pulu da eynən həmən pul, nə məbləği götürmüşdüm o məbləğdir. Bunu mənə izah elə, bu nədir? İmam hara, sən binamaz hara? Deyir, dedi ki, mən binamaz deyiləm. Mən namazlarımın çoxunu dövrün imamının arxasında qılıram. Cəmaat mənə, ona görə cəmaatın içində olmuram. Allahümme salli ala. Cəmaat elə bilir ki, mən namazsızam. Allahümme salli. Cəmaat elə bilir, biz binamazıq. Baxın, İmam əleyhissalamın həyatında biz istəyir həyatında olsun insanlara davranışı, istəyir indi imam aramızda olmasa da onların biz bir kəramətləri var, biz bilirik bunları. İnsanlar müxtəlif vasitələri ilə təvəssül eləyiblər, ehtiyacların, Allah Müteala onların hacətlərini qəbul eləyib. İmam Rıza əleyhissalam o
14 nurdan biridir. O nurlar ki, Allah onların itaətini vacib eləyib. Mən bütün əzizlərə deyəcəyim bir söz var. Bütün müsəlmanlara deyəcəyim bir söz budur. Çox vaxt bunun üstündə dayanıram, hər dəfə qeyd edirəm. İndi vaxtın məhdudiyyətinə görə ora girmirəm. Getsinlər Sad surəsi 75-ci ayəyə baxsınlar. Allah bu ayədə kimin itaətini vacib edir? Onu tapsınlar. Onu tapsalar insanlar başa düşəcəklər Əhl-i-Beyt kimdir. Allah ki orada şeytana deyir, sən onlardan idin, səcdə eləmədin Adəmə. Yəni o səcdə eləməyənlər kimdir? Allah ki şeytana deyir, sən onlardan idin, səcdə eləmədin. Yəni onlardan olsaydın üzrünü qəbul eləyərdim. Onlar kimdir? Alilər kimdir? Bunun barəsində insanlar düşünsələr, Əhl-i-Beyti tanıyarlar, Əhl-i-Beyti taparlar. Allaha and verə izzət cəlalına. Allah mütəal bizi Əhl-i-Beytdən ayrı salmasın. Allah onların yolunu getməyi bizə nəsib eləsin. Biz Allaha itaət eləyək, layiqincə bəndə olaq. Mən təşəkkür eləyirəm Hacı. Vaxtınızı mən biraz çox danışdım, üzürlü biləsiniz. Çox maraqlı. Allah sizi var eləsin. Sözün əsl mənasında Seyid, mən çox eşitmədiklərimi eşitdim bugün sizdən. Ümid edirəm ki, izləyicilərimizə böyük bir bəhrə aldılar. Allahın köməyi ilə mən təşəkkür edirəm qızıl vaxtınıza görə bu bayram günlərində bizə ayırmışsınız. Dəyərli izləyicilərimiz, studiyamızın qonağı dəyərli ilahiyyatçımız, dəyərli Seyyidimiz Hacı Seyid Şəhadət qardaşım idi. Və zamanın, vaxtın qısa olduğu üçün mən sizlərdən ayrılıram. Elə gələn həftənin bugünkü günündə görüşmək ümidi ilə. Bayramınız mübarək olsun. Sağ olun, salamat qalın.